وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللّٰهِ أَحَدًا. Bismillahirrahmanirrahim. Elhamdülillah. Vahdə və salatu və salamu alə məllə nəbiyyə bədə əmmə bəd. Selamu aleykum və rəhmətullah və rəkatuhu. Deməli, bir usul usunna risaləsini oxumaqda davam edirik. İbn-i Zəməninin rahiməhullahın hicrətlə 399-da vəfat edib, 4-cü əsr. Şeyx rahiməhullah deməli, Allah sifətləri barədə olan birinci bab, fəsil, Allahın sifətlərinə aid olan bəzi hədisləri gətirir ki, Əhl-i-Sünnə və Cəmaət əqidəsindən budur ki, yəni üsulundan Allah Taala'nın isim və sifətlərini qəbul etmək, təhrif etmədən, inkar etmədən, başqa məna vermədən, yəni keyfiyyətə varmadan və mislində demədən o cür qəbul edirik. Və həmçinin də sünnəyə tabi olmaq məsələsidir. Burada müəllif rahimehullah bir neçə dənə rivayət gətirib. İndi biz 21-də qaldıq. 21-də deyir ki, və həddəsəni İshaq ən Əsləm, ən Yunus, ən İbn-i Vahab, qalə həddəsəni L-Harith, İbn-i Nəbhən, ən Əyyub-i-Səxtiyani, ən Osman, ən Nəhdi, ən Əbi Musa L-Əşəri, qal, كنا في مسير مع النبي صلى الله عليه وسلم فإذا أهبط الناس كبروا وإذا علوا كبروا فقال رسول الله صلى الله عليه وسلم أيها الناس اربعوا على أنفسكم إنكم لا تدعون الأصم لا تدعون أصم ولا غائبا. Şeyx rahimehullah burada 21-ci rivayətdə düzdür, hədis münkərdir. Münkər yəni rədd olunur, qəbul olunmur, zəifdir deyil, münkər. Daha doğrusu zəifin ən belə şiddətli növlərindəndir. Sadəcə müəllif, onu demək istəyirəm ki, müəllif sual verə bilərsən ki, müəllif nə üçün zəif rivayətləri də, hətta zəifdən də şiddətli rivayətləri burada qeyd edib. Burada bir neçə səbəb ola bilər. Hətta bilsinlər və ya hətta onun başqa yerdə səhi rivayətlər olduğuna görə qeyd edib bunları misal kimi, bu rivayətləri misal kimi qeyd edib. Və ya ola bilsin, alimlər hərdən, ola bilər o zəiflik onda bilinməyib. Rivayəti eşidib, yazıb, qeyd edib. O da ola bilər, amma misal kimi gətirib. Amma hər bir burada demək olar ki, çox vaxt zəifin uydurmanın səhi və ya həsən rivayət gedir, hədis keçir. Aydındır. Burada deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem, Musa L-Əşəri deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem səfərdə idi, deyir, aşağı düşəndə elə bir ki, harasa təkbir gətirirdi, yuxarı qalxanda təkbir gətirirdi, səslə yəni. Bu vaxt Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, ey insanlar, yəni sakitləşin, siz eləsin çağırırsınız ki, o nə kardır, və ya qeybdə deyil də, yəni uzaqda deyil. Yəni demək istədi ki, Peyğəmbər sallallahu aleyhi ve sellem sahabələri ki, yəni asta zikr eləyin. Qışqırmaq lazım deyil. Aydın qardaşlar. Və Allah subhanahu ta'ala təbii ki, hər bir şeyi eşitməyi barədə və bizə şah damarımızdan da yaxın olmağı barədə, yəni eşitməklə, görməklə onu bəyan edir rivayətdə. Və sonra Şeyx rahimehullah deməli 22-ci rivayətdə deyir ki, həddəsəni İshaq, əni Əhməd, əni İbn-i Vaddah, əni İbn Əbi Şeybə, qalə həddəsəni İsmail İbn İbrahim, ən Əbi Həyyan, ənə Əbi Zur'a, ən Əbi Hüreyrətə, qalə kənə Rasulullah sallallahu aleyhi ve sellem yevmən bərizən linnəs. فأتى رجل فقال يا رسول الله ما الإيمان ثم ذكر الحديث وفيه قال يا رسول الله ما الإحسان قال أن تعبد الله كأنك تراه فإنك إن لا تراه فإنه يراك. Sonra müəllif rahimehullah başqa bir rivayət gətirir. Deyir, bir gün Peyğəmbər sallallahu aleyhi ve sellem oturmuşdu cəmaatla və bir kişi girdi, dedi ki, iman nədir? Sonra İslam, o Cəbrayilin hədisi. Sonra axırda ona dedi ki, ihsan nədir? Dedi ki, ihsan, yəni Allahı görən kimi ona ibadət eləməksən, onu görməsən də o səni görür.
yəni ixlasla. Lakin müəllif gətirdiyi rivayət zəifdir, zəiflik var. Lakin bu var da, səhih hədis var başqa yerdə. Görürsünüz, misal kimi gətirib. Sonra müəllif rahimehullah 23-cü rivayətdə buyurur ki, İbn Abi Şeybə قال حدثنا أبو أسامة ومحمد بن بشر قال حدثنا عبيد الله النافع عن ابن عمر أن رسول الله صلى الله عليه وسلم ذكر المسيح بين ظهراني الناس فقال إن الله ليس بعور وإن المسيح الدجال أعور العين اليمنى كأن عينه عنبة طافية. Sonra müəllif rahimehullah Allahı görməyindən danışır və 23-cü rivayət baxmayaq, zəiflik var, amma azdır zəiflik. Çünki şahidləri var səhih. Bu hədis İbn Ömər deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Məsihdən danışdı və sonra dedi ki, Allah subhanətə alə kör deyil. Yəni, çünki Allah subhanətə alə iki gözü var. Peyğəmbər sallallahu aleyhi ve sellem deyib bunu. Lakin Dəccaldan danışanda, Dəccaldan dedi ki, Allah subhanətə alə kör deyil, bəli, əksinə Dəccaldır, bir gözü, sağ gözü görmür, Dəccalın sağ gözü, amma Allah isə hələ deyil. Yəni, Dəccal elə bir ki, bir gözü görəcək, Allah isə hələ deyil. Çünki Allah Taala'nın iki gözü var, özün layiq olan. Sonra 24-cü rivayətdə burada buyurur ki, şeyx, وحدثني إسحاق عن أسلم عن يونس عن ابن وهب قال حدثني موسى ابن حسين عن عبد الرحمن ابن أبي الرجال عن موسى بن عقبة أن جبريل قال لرسول الله صلى الله عليه وسلم ألا أعلمك دعاء ثم ذكر الدعاء وفي أوله نور السماوات والأرض. Sonra müəllif rahimehullah 24-cü rivayət baxmayaraq 24-cü rivayətdə də mürsəldir. Mürsəl yəni ötürmədir, arada adam yoxdur. Mürsəl rivayət odur. Və həmçinin də sənəddə bir şəxs var, tanınmır. Sənəddə olan kişilər ki, yoxdur, ötürücülər. Onlardan biri tanınmır, artıq hədis düşdü zəifə. Düşdü zəifə, tanınması qutardı. Yəni, çünki sənəddə biz dedik ki, səhih hədisdə nədir? Gərək sənəd tam ola və tanınan hamı bilinməlidir kimlərdir. Bir dənə bilmək də kifayət deyil. Gərək biləsən, salamatdır, yoxsa yox. Salamatdır, yoxsa yox. Çünki ravilər dəyişir. Elə ravi market cavanlıqda götürülürdü onlar rivayət, yaşdaşanda götürülmədi. Çünki deyir, artıq qarışdırırdı. Yaşdaşandan sonra. Olur. Hətta ravilərdən danışanda qeyd edirlər. İndi olub bizim gələndə deyəcəm sizə, misal kimi inşallah. Burada da Peyğəmbər sallallahu aleyhi ve sellem dua öyrətdi. Sadəcə müəllif burada şahid kimi gətirib ki, ya nur, Allah göylərin və yerlərin nurudur. Nurudur, onu bəyan demək üçün. Sonra şeyx deyir ki, Qali Muhammed, fəzi sifatu Rabbina. Yəni, bu 24 rivayət ki, keçdi. Şeyx deyir ki, bu Allah Taala'nın sifətləri idi. Əlləti vasava biha nəfsəhu fi kitabi. Hansı ki, öz kitabında özün vəsf edib bu cür. Və vasavahu biha nəbiyyəhu. Necə ki, Peyğəmbəri sallallahu aleyhi ve sellem onu vəsf edib bu cür. Və leysə fi şey minhə təhdidun. Bu, hədd qoymaq deyil Allahın sifətlərində. Hədd qoymaq və ya oxşatmaq və s. kimi. Və la təqdir. Fəsubhanallah. Mən leysə kəmitliyi şey. Çünki Allah Taala'nın mislində bir şey yoxdur. Və o səmiyul basir. Və o eşidib görür. Ləm tərahul uyun fətəhuddahu keyfə huvə keynu niyyətəhu. Yəni, Allah subhanətə alə gözlər görməz. Hətta onu əhatə etsin. Lakin ra'athul qulub fi haqaiqil iman bihi. Lakin qəlblər imanla onu görür. Sonra müəllif burada 25-ci rivayət gətirir. 25-ci rivayət də buyurur ki, rahimehullah, və qədə həddəsəni İshaq عن محمد بن عمر عن لبابة عن محمد بن أحمد العتبي عن عيسى بن دينار عن عبد الرحمن بن قاسم أنه قال لا ينبغي لأحد أن يصف الله إلا ما وصف به نفسه في القرآن ولا يشبهه
yüşəbbihu yədeyhi bi şeyin və lə vəchəhu bi şeyin və ləkin yəqulu ləhu yədən kəmə vəsəvə. Yəni Şeyx Rahimullah burada deməli Abdurrahman ibn Qasimin sözlərini gətirir, deyir Allah heç kəsə icazə verilmir ki, Allah Taala özündən yəni vəsf eləsin. Özündən, öz ağlından. Sadəcə vəsf eləməlidir, necə Quranda gəlib, onun oxşarı, bənzəri yoxdur. Necə ki, onun əli var, məxluqun əlinə oxşamır, vəçhi var, məxluqun vəçhinə oxşamır. Necə ki, Allah Taala deyir, iki əli var, Quran-ı Kərimdə özü deyir, və ləhu, necə ki, onu deyir, vəçhi var, necə vəsf eləyib özünü yaxfıyındama, və orada biz dayanırıq, ispat eləyirik, dayanırıq və salam. Varmırıq ondan sonra, nəyəsə özümüzdən. Kəmə vasıfə bihi nəfsə və yədəhu məbsutatan, kəmə vasıfə vəl-ardu cəmiən qabdatuhu yevməl qiyaməti və səməvatu matviyyətun biyəminih. Zümər surəsi 67-ci ayə. Kəmə vasıfə nəfsəhu və qalə və kənə məlikun yu'addimu an yuhaddisə əhədun بهذه الأحاديث التي فيها إن الله خلق آدم على صورته وضعفها. Necə ki, sələflər danışardılar bu barədə, Allah Taala'nın sifətləri barədə. Necə İmam Malik bu belə hədisləri başqa cür yanaşırdı. Necə ki, məsələn, Allah Subhanahu Taala Adəmi öz surətində yaradıb. Bu hədis bu ləfzdən səhih deyil, amma başqa yerdə səhih rivayət keçir bu barədə. Deməli, Abu Hüreyrədən gəlir, özü Buxari Müslimdədir. Deyir ki, Allah Subhanahu Taala Adəmi öz surətində yaratdı. Yaxşı, Adəmi Allah öz surətində yaradıb. Yəni, bəzilər deyir ki, bu hədis batildir və s. Bu hədislər var ki, Allah Taala deyir, öz surətində yaradıb. Yəni, eşidən, görən bu mənada. Mislində yox. Çünki Allah Taala deyir, axı, mislində eşidən yoxdur. Necə ki, misal, Allah, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, cənnətə ən birinci girən zümrə, dəstə 14 gecəlik ay kimidir. O demək deyil, onlar yumrudur belə ay kimi, yumbalan girəcəklər cənnətə. Aydındır. Sadəcə misaldır o. Misal. Ona görə Allah Subhanahu Taala deyən Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Allah Taala Adəmi öz surətində yaradıb. Yəni gözəl, yəni eşidən, görən, o mənada. Aydındır. Və sonra Şeyx Rahimullah buyurur və qâle Muhammed və qâle əzzə və cəl əzzə və qâme min qail və lillahil əsmâl-i husnə fəd'uhu bihə. وفي الحديث عن رسول الله صلى الله عليه وسلم إن لله 99 اسما ثم ذكرها كلها فأسماء ربنا وصفاته قائمة في التنزيل محفوظة عن الرسول وهي كلها غير مخلوقة ولا مستحدثة فتعالى الله عما يقول الملحدون علوا كبيرا. Sonra Şeyx Rahimullah buyurur ki, Muhammeddən deyir ki, Allahın gözəl adları var, o adlarla çağırın. Ona görə yaxşıdır Allah necə adlandırıb özünü, o cür çağırırsın. Məsələn, hərdən sual verirlər, Bog, bəzilər deyir Bog, məsələn, Ruslar, Türklər deyir Tanrı, Allaha. Məsələn, İngilizcə God və ya başqa cürbəcür millətlər görürsən, Allahı bir cür ad veriblər. O cür çağırmaq olar. Cavab odur ki, düzdür, əfsəldir, Allah necə özünü adlandırıb o adlarına çağırmaq. Çünki Allah Taala buyurur ki, Quranda وَلِلَّهِ الْأَسْمَاءُ الْحُسْنَى. Ayədir, Allah Taala'nın gözəl adları var. فَدْعُوهُ بِهَا. O adlarla ona çağırın. Aydındır. Yaxşıdır Allah demək. Düzdür, sayılır. Amma Allah demək daha düzgündür. Rəhman, Rəhim. Və Şeyx də Rahimullah buyurur ki, فَأَسْمَاءُ رَبَّنَا وَصِفَاتُهُ قَائِمَةٌ فِي التَّنْزِيلِ مَحْفُوظَةٌ عَنِ الرَّسُولِ. Allah Subhanahu Taala isim və sifətləri hamısı, yəni qorunun Allah və Resulü tərəfindən və onlar sifətləri heç biri məxluq deyil və təzə deyil, təzə yaranan, qədimdir və s.
Və sonra Şeyx Rahimullah buyurur ki, 26-cı rivayət. 26-cı rivayətdə buyurur ki, Rahimullah, وحدثني أبي عن علي بن الحسن عن أبي داود عن يحيى بن سلام قال حدثني خداش عن عوف عن حسن قال رسول الله صلى الله عليه وسلم لا تفكروا في الله وتفكروا فيما خلق. Və Həsən radiyallahu anhdan rivayətdə gəlir ki, deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyib ki, Allah barədə fikirləşməyin. Allah xəlq etdiyi barədə fikirləşin. Yaxşı baxaq rivayətə. Rivayət mürsəldir və zəifdir. Mürsəldir və zəifdir. Bu lakin mənası düzdür. Yəni Allah barədə fikirləşmə. Allahın sifətləri barədə, isimləri barədə. Allahın xəlq etdiyi barədə fikirləş. Sonra müəllif Rahimullah burada 27-ci rivayətdə deyir ki, Ali عن يحيى بن محمد ابن يحيى بن سلام عن أبيه عن جده قال حدثنا أشعث عن هشام بن عروة عن أبيه قال رسول الله صلى الله عليه وسلم إن الشيطان يأتي أحدهم فيقول من خلق السماء فيقول الله فيقول من خلق الأرض فيقول الله فيقول من خلق الله فإذا وجد أحدكم ذلك فليقول آمنت بالله ورسوله ثلاثا. Burada bir rivayət gətirir Şeyx Rahimullah 27-ci, lakin vahin bimarrah, çox zəifdir yəni, çox zəifdir. Yəni, çox zəifdir, lakin şahidi var. Səhih bir hədis, yəni şahidi var. Necə ki, Buxarıda gəlir, Muslim də gəlir. Yəni, şeytan nədir? Şeytan gəlir, deyir ki, vəsvəsə eləyir, deyir, məsələn, göyləri kim yaradıb? Deyirsən Allah. Yerləri kim yaradır? Deyirsən Allah. Sonra axırda deyir ki, Allahı kim yaradır? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, əgər belə nəfsivə nəsə gəlsə, deyinə Allaha və Rasuluna iman gətirdim. Bu rivayətdə gəlir 3 dəfə, ancaq Buxaridə belə deyir. Yəti şeytan ahadukum feyəqulu mən xaləqə kədə və mən xaləqə kədə həttə yəqulu mən xaləqə rabbuka fəidə bələğuhu fəliyəstəid billahi. Yəni, Buxarıda gəlir ki, əgər belə olsa, istiaz elə, auzubillahi, şeytan lənətdə. Şeytanı lənətdə. Amma zəif rivayəti gəlir, deyinə Allaha və Rasul'a iman gətirdim 3 dəfə. Lakin zəifdir. Səhih, şeytan lənətdə, auzubillahi. Sonra müəllif Rahimullah 2-ci baba, daha doğrusu 3-cü baba keçir. Bab fil imani bi ennəl Qur'an kəlamullah. Bu fəsil isə Quran Allahın kəlamı olmağı barədədir. Ona iman gətirmək. Şeyx buyurur. Qala Muhammed və min qavli əhli sünnəti ennəl Quran kəlamullah və tənziluhu leysə bi xaliqin və lə məxluqin minhu təbarəkə və teala bədə və ileyhi yaud. Yəni, Şeyx deyir ki, Rahimullah, Quran əhl-i sünnə əqidəsinə görə Quran Allahın kəlamıdır. Allah Teala'dan nazil olub. Burada Şeyx sadəcə deyir, və leysə bi xaliqin və lə məxluq. Düzdür, məxluq deyil. Xaliq və lə məxluq. Məxluq deyil. Ondan gəlib və ona qayıdacaq. Deməli, 5 dənə məsələ Quran barədə. İman gətirməlisən. Birinci, Allahın kəlamıdır. İkinci, Allahdan nazil olub. Üçüncü, məxluq deyil. Dördüncü, ondan gəlib. Beşinci, ona qayıdacaq. Ona qayıdacaq, yəni necə? Nə yəni? Nə qəsd olunur ona qayıdacaq? Qiyamət yaxın, Quran götürüləcək axı. Quran götürüləcək, oxuyan qalmayacaq, götürüləcək Quran. Qayıdacaq. Allah Quranı qoymayacaq. Deməli, Quran Allahın kəlamıdır. Və Allahın kəlamı məxluq deyil. Burada rivayət gətirir, Rahimullah, 28-ci rivayət. وحدثني إسحاق عن أسلم عن يونس عن ابن وهب عن معاوية بن صالح عن العلاء ابن الحارث عن زيد بن أرطاة عن جبير بن نفير قال رسول الله صلى الله عليه وسلم إنكم لن ترجعوا إلى الله بشيء أحب إليه من شيء
xaraca minhu, yəni Əl-Quran. Bu hədis deməli, müəllif burada İmam Abdullah Buxari Hafizullah buyurur ki, hədis zəifdir, mürsəldir. Mürsəl olduğuna görə. Çünki mürsəl zəif hədislərin növlərindən biridir. Lakin şahidləri var, həsəndir deyənlər də var. Həsən deyənlər də var. Deməli, rivayət nəyi göstərir hədis? Peyğəmbər sallallahu aleyhi ve sellem ki, Allah Teala buyurur ki, siz mənim yanıma mən necə xoşlayıram gələsiz, qaydasız. Yəni qiyamət günü. Yəni Qur'anla qaydasız. Yəni Qur'anla, yəni Qur'an oxumaqla, Qur'ana əməl etməklə. Yəni bu kimi. Aydındır qardaşlar. Sonra burada 29-cu rivayətdə buyurur. Və həddəsəni Vahb ibn Musarrah عن محمد بن حيون قال أخبرنا مطين قال أخبرنا إبراهيم بن المنذر الهزامي عن إبراهيم بن مهاجر عن عمر بن حفص بن ذكوان عن مولى الخرقة عن أبي هريرة قال قال رسول الله صلى الله عليه وسلم إن الله قرأ طه وياسين قبل أن يخلق آدم بألف عام. Yəni düzdür, bu hədis uydurmadır. Uydurma da hədis, zəif hədislərin ən belə aşağı növüdür. Çünki hədisin əvvəlindən artıq məlumdur ki, uydurmadır. Deyir, Allah Teala Adəmi yaratmamışdan 1000 il qabaq Tahə bir də Yasin surəsini oxudu. Yəni uydurmadır bu. Sonra hədis davam edir hələ. فَلَمَّا سَمِعَتِ الْمَلَائِكَةُ الْقُرْآنِ O vaxt ki, mələklər Quranı eşitdi. قَالُوا طُوبَى لِأُمَّةٍ يَنْزِلُ هَذَا عَلَيْهَا وَطُوبَى لِأَجْوَافٍ تَحْمِلُ هَذَا وَطُوبَى لِمَنْ تَكَلَّمَ بِهَذَا. Yəni, elə bir ki, mələklərdir ki, başladılar tərifləmək ki, Subhanallah, hansı ümmətə bu Quran oxuduğun yarı, bu Quran nazil olacaq və onlar bunu oxuyacaqlar və s. və s. Yəni, bu Quran barədir, lakin hədis zəifdir, nədir? Uydurma. Və sonra burada 30-cu rivayətdə buyurur ki, rahiməhullah, وحدثني وهب عن ابن وضاح عن زهير بن عباد عن عباد قال كان كل من أدركته من المشايخ مالك بن أنس وسفيان بن عيينة وفضيل بن إياض وعيسى بن يونس وعبد الله بن مبارك ووكيع بن الجراح وغيرهم ممن أدركت من فقهاء الأمصار مكة والمدينة والعراق والشام ومصر وغيرها يقولون القرآن كلام الله ليس بخالق ولا مخلوق ولا ينفعه علم حتى يعلم ويؤمن أن القرآن كلام الله ليس بخالق ولا مخلوق. Yəni Şeyx Rahimullah burada bu rivayətdə gətirir ki, deyir ki, bütün şeyxlərdən gətirir ki, Malik kimi, Sufyan, Fudayl və başqaları, Abdullah ibn Mübarək və başqaları deyir, kimlərlə ki, mən görüşmüşəm, Məkkədə, Mədinədə, İraqda, Şamda, Misirdə və başqalarında hamısı deyirdilər ki, Quran Allahın kəlamıdır. Hamısı deyirdilər ki, Quran Allahın kəlamıdır, məxluq deyil və yəni Əhl-i-Sünnə vəl-Cəmanın etiqadını ispat edirdilər. Və lakin müxaliflər nə deyirlər, qardaşlar? Müxaliflər təbii ki, Allahın kəlamı inkar edirlər və ümumiyyətlə Allahın kəlamı zatıdır, yoxsa feili sifətdir? Danışmaqdır, həmişə danışmır da, istəyəndə danışır. Yəni, istəyinə bağlıdır, bəli. Həmçinin demək olar zatıdır. Yəni, Allahın kəlamı elə sifətlər var ki, həm zatı sayılır, həm feili. Aydınmı? Deyib. Müxaliflər nə deyir? Deyirlər, bəziləri təbii ki, inkar edir, feili sifət olduğuna görə, bəziləri fırladır. Məsələn, əşarilər qəribədir, deyir, ispat ediblər Allahın danışmağını. Amma deyiblər, səssiz, hərifsiz. Yəni, eşidilmir. Danışır, ancaq eşidilmir. Biz deyirik, yaxşı, onda Musa nə eşitdi?
Tur Sinada. Allah Teala deyir axı, mən sənin Rəbbinəm. Allah danışdı, Musa eşitdi, Musa cavab verdi. Deyirlər, ağac idi. Ağac deyir, mən sənin Rəbbinəm. Bilmirlər, belə qəribədirlər. Yox, biz deyirik, Allah kəlam sifəti sabitdir və danışmağı səs və hərfdən ibarətdir. Və Allah Teala danışır, danışır, mələklərlə danışır. Mələklərə deyəndə Adəm yaradacaq. Allah Teala deyir, mələklər ona dedi ki, qan tökən, fitnə fəsad yayını yaradacaqsan. Bəs Allah Teala dedi axı mələklərə. Bəs mən biləni siz bilməzsiniz. Və onlar eşitdi axı. Və ya Peyğəmbər sallallahu aleyhi ve sellem Meyracda Allahla danışdı. Aydındır. Və şeyx sadəcə burada gətirmək istəyir ki, yəni sələfdə həmən etiqadda idi Allahın kəlamı barədə. Sonra şeyx rahimehullah burada deyir ki, Qale İbn Vaddah və la yəsa'u ahadan an yəqule kəlamullah faqat hatta yəqule leysə bi xaliqin və la məxluqun və la yənfa'uhu علم حتى يعلم ويوقن أن القرآن كلام الله ليس بخالق ولا مخلوق وأنه جل وعلا بدأ وإليه يعود ومن قال بغير هذا فقد كفر بالله العظيم. وقال سليمان قال مسلمة ابن القاسم رحمه الله كلام الله منزل مفروق ليس بخالق ولا مخلوق ولا تدخل فيه ألفاظنا فإن تلاوتنا له غير مخلوقة لأن التلاوة هي القرآن بعينه فمن زعم أن التلاوة مخلوقة فقد زعم أن القرآن مخلوق ومن زعم أن القرآن مخلوق فقد زعم أن علم الله مخلوق ومن زعم أن علم الله مخلوق فهو كافر. انتهى. Burada Şeyx Rahimullah yenə İbn Vaddahdan gətirir, Məsləmə İbn Qasimdən gətirir. Sadəcə bəzi alimlər mülahizə ediblər bu sözlərə. Yəni sələf bəyənməyib, məsələn bu cür sözləri, məsələn bizim ləfzənimiz daxil deyil, Quran məxluq deyil. Kim desə ki, oxuduğumuz Quran məxluqdur, o sadəcə demək istəyir ki, Quran məxluqdur. Yəni burada nəyə işarə edir? Yəni Buxari Rahimullah, Buxari demişdi ki, oxuduğumuz bu Quran ki var, sözlər özü söz, Allahın kəlamıdır. Lakin o səs ki bizdən çıxır, dodaq deyil, o məxluqdur. Ona görə İmam Buxarinin belə ittiham olundu o zamanında. Müəyyən səbəblərə görə. Hətta çox təsirlədi ona, getdi Buxaraya, orada dünyasını dəyişdi. Çünki çox onu saymadı bu sözünə görə. Çünki o vaxtı, fitnə vaxtı sözlər aydın olmalıdır. Qəribə cür sözlər işlədəndə dərhal sənə qarşı ittihamlar olur. Hansı ki sözün, belə baxanda o söz belə də yozmaq olar, belə də yozmaq olar. Bəli, o ləfz ki bizdən çıxır o söz Allahın kəlamıdır. Amma o nəfəs ki iştirak edir insanın özündən, dodaqlar arası, Allah məxluqdur, şək yoxdur. Allah ki, sələf bəyənməyib belə təfsirlər. Sələf bəyənməyib. Quran Allahın kəlamıdır və salam. Aydındır. Sonra müəllif Rahimullah burada 4-cü fəslə keçir, deyir ki, Babu fil imanı bil arş. Ərşə iman gətirmək. Ərş, sonra gəlir kürsi. Lakin bu qalsın gələn məclisimizə. Allah İbn-i Zəminə, Rahimullah, rəhmət eləsin. Allah bizə eşit faydalarını.